Ülvi ilə də görüşmüşdüm Bakı İstintaq Təcridxanasında. O bildirmişdi ki, onlar istəyirlər ki, abzas işi ilə bağlı təqsirlənən şəxslər hamısı bir avtomobildə gətirilsinlər, bir vaxtda gətirilsinlər, bir yerdə saxlansınlar. Çünki onsuz da məhkəmə prosesləri artıq başlayıb və bir yerdə demək olar ki, otururlar. Yəni belə deyim də, aralarında bir xüsusi ziddiyyət olsun ya da bunları mütləq ayrı-ayrı saxlamaqlıdırlar deyə bir şey yoxdur. Və bu ilə bağlı mən 2 dəfə rəsmi şəkildə penitensiar xidmətə də müraciət etmişəm ki, onların istəklərini bildirmişəm ki, yəni bu adamlar bir avtomobildə gətirmək istəyirlər. Düzdür, hələ bir cavab almamışam, düzünü desəm. Əslində 15 gün ərzində cavab verirlər. Bu qanundan belə tənzimlənir. Amma mənim başqa müraciətlərim də var. Belə deyim də, mənə bir rəsmi cavab gəlməyib ki, filan vaxtda filan müraciət eləmisiniz, ona uyğun da filan hərəkətləri edirik. Müxtəlif vaxtlarda gətirirlər. Məsələn, birini tutaq ki, 1 saat əvvəl gətirirlər, birini nə bilim səhər gətirirlər. Ayrı-ayrı saxlayırlar. Və halbuki bunlar hamısı bir işdir və onlar jurnalistdirlər və hamısı da bildirir ki, biz heç bir cinayət törətməmişik. Yəni onları ayrı saxlamağın da bir əsası yoxdur. Yəni bir-birlərinə zidd ifadələr verməyiblər ki, və yaxud da bir-birlərinə tutaq ki, xəsarət yetirəsi deyirlər ki, onlar mütləq ayrı saxlansınlar. Yəni buna əslində etiraz etmişdilər.